Dəyərli izləyicilər, bugün mən sizə laktobasillərimiz haqqında danışacağım. Çox insanların bunun haqqında məlumatı yoxdur. Bizim bütün dəri təbəqələrimizdə, qulaq zeyvanımızda, qulaq keçəcəyimizdə, ağız boşluğunda, burun keçəcəklərimizdə, vaginal möhtəviyyatda, bağırsaq möhtəviyyatlarının hər birində xüsusi olaraq bakteriyalarla zənginləşdirilmiş orqanizma malikik və bunların hər biri laktobasillər, bifidobasillər adlanan xüsusi bakteriya növləridir ki, yalnız insanların dəri təbəqəsində yaşayır və bunlar bizim immun sistemimizi bərpa edir. Ətrafda olan göbələklərdən, patogen bakteriyalardan, viruslardan bizi qorumağa çalışır. Hər bir orqanizmin flora səviyyəsi müxtəlifdir. Çünki insanların immun sisteminin bərpasında və immun sisteminin güclülüyündən asılı olaraq bu laktobasillər də çoxalır. Hər bir laktobasil dərimizin üzərində və ya hətta bağırsağımızda hər 20-40 dəqiqədən bir bölünərək artır. Bir laktobasil 2-yə, 2-4-ə, 4-8-ə bölünərək çoxalmağa doğru gedir. Bunları artıran səbəblərin ən çoxu dərinin uzun müddətli təmizlənməməsi, yəni dərinin öz təbəqəsi qalırsa, ətraf mazlardan kənarlaşdırılmış şəkildə, bu zaman uzun müddətli dəri öz təbəqəsində yuyulmadan saxlanıldıqda bakteriyalarımız artmağa doğru gedir. Antiseptik maddələrdən istifadə etmədikdə, çox sabundan istifadə etmədikdə bizim laktobasillərimiz artaraq bizi qoruyur. Bəzən insanlar ətraf mühitdən qorunmaq üçün tez-tez spirtlənirlər, tez-tez sabunlanmaqla məşğuldurlar, tez-tez çimməklə məşğuldurlar. Biz bu zaman çimərək öz laktobasillərimizi də dəridən aparırıq və biz dəri təbəqəsini keyləşdirilmiş vəziyyətdə saxlayırıq. Bu zaman hər bir dəri təbəqəsinə göbələk növləri, patogen bakteriya növləri yoluxa bilər